Son illər ölkə başçısı cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikası ilə bağlı səsləndirdiyi fikirlər Naxçıvanı lokal xarakterdən çıxararaq onu ölkənin əsas inkişaf etmiş regionlarından birinə çevirmək istiqamətində deyilmiş fikirlər kimi qiymətləndirilir. Çünki Naxçıvanın logistik bir mərkəzə çevrilməsi, eyni zamanda baş planının hazırlanması, sosial layihələrin həyata keçirilməsi, iqtisadi tədbirlərin gücləndirilməsi bunları bir daha möhkəmləndirir. Bəs belə bir sual yaranır. Naxçıvan gələcəyin hansı şəhərinə çevrilir? Bəli, bunu müzakirə edəcəyik. Studiyamızda qonaqlarımız isə siyasi şərhçi Elman Cəfərli və iqtisadçı ekspert Cavadxan Qasımovdur. Xoş gördük studiyamızda hər birinizi. Elman müəllim, ilkin olaraq sizin fikirlərinizi alaq. Bu siyasi strateji kontekstdə necə dəyərləndirilir? Naxçıvanın gələcəyi ilə bağlı planlar necədir? Ümumiyyətlə Naxçıvan tarixən Azərbaycanın ən qədim bölgələrindən biri olub. Amma son 100 ildə Naxçıvan muxtariyyət statusu qazanmasından üzü bəri Naxçıvan Azərbaycanın tərkibində onsuz da xüsusi bir statusa malik olub. Mən ilk növbədə bugünkü prizmadan Naxçıvanın gələcək siyasi əhəmiyyətini əsaslandırmaq üçün Mustafa Kemal Atatürkün məşhur Naxçıvan Türk qapısıdır ifadəsini istinad eləmək istəyirəm. Yəni, hələ Naxçıvana muxtariyyət statusu verilərkən 1924-cü ildə, daha doğrusu 1921-ci il Moskva və Naxçıvan qarşı müqavilələri ilə nəzərdə tutulmuşdu ki, Naxçıvan həm rusların, həm də ermənilərin gələcək qəsbkarlıq planlarından qorunaraq Türk qapısı kimi mümkündürsə və o cümlədən Azərbaycan ərazisi kimi qorunub saxlanılsın və bu məqsədə nail olundu. İndi uzun illər biz Sovetlər Birliyinin tərkibində olduq. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının mövcudluğu Sovet rejimi çərçivəsində o qədər də bugünkü qədər siyasi strateji əhəmiyyət kəsb etmirdi. Amma indi elə bir zamana yetişib ki, Azərbaycan özünün müstəqilliyin 35-ci ilində ərazi bütövlüyünü təmin etdikdən 5 il sonra yeni bir müstəvidə özünün yeni coğrafi, strateji mövqeyi ilə müstəviyə çıxmaqdadır. Xüsusən Cənab Prezidentin də bu il yanvarın 5-də yerli telekanallara müsahibəsində qeyd etdiyi kimi son 5 ayda, yəni ötən il avqustun 8-də dünyanın birinci paytaxtı Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə Ermənistanla Azərbaycan arasında 5 ildir davam edən sülh sazişinin paraflanması ilə nəticələnən danışıqlardan sonra həmin danışıqlar prosesində əsas məsələlərdən biri kimi qırmızı xətlə keçən Zəngəzur dəhlizi yeni adı ilə desək, beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun da işə salınması artıq kifayət qədər real göründükdən sonra Naxçıvan Muxtar Respublikasının yeni dövrdə artıq siyasi strateji mövqeyi də daha qabarıq şəkildə görsənməkdədir. Cənab Prezidentin elə haqqında danışdığımız müsahibəsində də bir neçə dəfə Naxçıvanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə artan əhəmiyyətinə vurğu yapması, eyni zamanda bütövlükdə Zəngəzur dəhlizinin yalnız Azərbaycanın əsas coğrafiyası ilə Naxçıvan Muxtar Respublikasının coğrafi baxımdan birləşməsi kontekstində yox, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu və yaxın perspektivdə işə salınması gözlənilən müxtəlif beynəlxalq nəqliyyat, kommunikasiya yollarının üzərində yerləşməsi baxımından Naxçıvanın siyasi əhəmiyyətinin daha da artacağı gözlənilir. Bu baxımdan Naxçıvanda son 3 ildə tətbiq olunan yeni idarəetmə institutu, səlahiyyətli nümayəndəlik institutu əslində Naxçıvanın yeni dövrə hazırlanmasında xüsusi rol oynayır. Və Naxçıvanda aparılan idarəetmə islahatlarda əslində Naxçıvanın sözün həqiqi mənasında bu yeni mərhələdə Azərbaycanın beynəlxalq aktor kimi rolunun və mövqeyinin güclənəcəyi bir dövrdə bütövlükdə Azərbaycan ərazisinin, o cümlədən onun tərkibində Naxçıvan Muxtar Respublikası ərazisinin də orta dəhliz, cənub-şimal, Çinin bir kəmər, bir yol layihələri çərçivəsində Azərbaycanın əsas pub kimi iştirakçısı olacağı bu nəqliyyat qovşaqlarının üzərində Naxçıvanın da mühüm logistika mərkəzinə çevrilməsi məqsədinə xidmət edir. Bu baxımdan biz yaxın illərdə Zəngəzur dəhlizi açılandan mən deyərdim ki, hətta dərhal sonra Naxçıvanın həm yaxın ölkələrlə, həm də kifayət qədər coğrafi baxımdan uzaq ərazilərlə Azərbaycanın və
Azərbaycanın birləşdirdiyi müxtəlif coğrafiyaların ticarət, nəqliyyat, kommunikasiya əlaqələrində özünün xüsusi mövqeyi olacağını Elman müəllim, düşünürəm. qeyd elədiyi siyasi baxışların arxasında mütləq ki, iqtisadi dayaqlar dayanır. Mən istərdim danışaq bu məsələdən, Cavadxan müəllim. Bu iqtisadi dayaqlar nələrdir? Bax, hansı yeni mərhələdə iqtisadi mexanizmlər canlanacaq və hərəkətə gətiriləcək? Təbii ki, Naxçıvan Muxtar Respublikasının bu sahədə yeni iqtisadi idarəetmə müstəvisində üstlənəcəyi missiya Azərbaycan Respublikasının milli iqtisadiyyatına tam əsaslarla inteqrasiya olunmasını nəzərdə tutur. Həm də geridə qalan illər ərzində Naxçıvan Muxtar Respublikasının kifayət qədər dəyərləndirilməyən resursları, onlardan milli iqtisadiyyat üçün istifadə olunmaması və artıq yeni iqtisadi reallıqlar çərçivəsində Naxçıvan Muxtar Respublikasının milli iqtisadiyyat üçün zəruri olan resurslarının gündəmə gətirilməsi təbii ki, Elman müəllimin də qeyd etdiyi kimi Azərbaycan Respublikasının hazırki şəraitdə ən aktual reallıqlarından birini təşkil etməkdədir. Məhz deyə bilərik ki, dövlət başçımızın da əsas məqsədlərindən, hədəflərindən və Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı sahəsindəki əsas iqtisadi baxışlarından biri də Naxçıvan Muxtar Respublikasında blokadan təhdidlərinin minimuma endirilməsi, sıfıra bərabər olması və bu mövqenin Azərbaycan Respublikasının makroiqtisadi inkişafında əsas aparıcı həlqə kimi formalaşmasından ibarətdir. Təbii ki, bu sahədə həyata keçirilən tədbirlərin ardıcıllığına və strukturuna diqqət eləyəndə aydın olur ki, burada Zəngəzur dəhlizinin istismara verilməsindən sonraki mərhələlər üçün Naxçıvan Muxtar Respublikasının həm yaşıl iqtisadiyyat, yaşıl enerji, həm də Muxtar Respublikanın azad iqtisadi zona, logistik mərkəz, tranzit bölgə kimi üstünlükləri diqqət mərkəzində saxlanılsın və Zəngəzur dəhlizindən sonraki mərhələlər üçün Naxçıvan Muxtar Respublikasının həqiqətən də Mərkəzi Asiya ilə Avropa arasında bir körpü rolunu oynayacaq üstünlükləri gündəmə gətirilsin. Bu sahədə çox mühüm tədbirlər həyata keçirilir. Xüsusilə qeyd etmək lazımdır ki, 9 avqust tarixində Amerika Birləşmiş Ştatlarında dövlət başçılarının görüşləri zamanı çox səmimi münasibətlərin ortaya qoyulması, hətta Donald Trump'ın Azərbaycan prezidentinə bizim şəxsi münasibət tanışçılığımızdan əvvəlki dövrlərdə də sizin mənim haqqımda dediyiniz səmimi fikirlərə görə təşəkkür etməsi və dövlət başçımızın Donald Trump'a regionda və dünyada sülhün təminatçısı kimi, lider kimi öz fikrini ifadə etməsi və təbii ki, bu proseslərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasının istənilən layihənin həyata keçirilməsində yanında olduğunu bir daha göstərdi və Qarabağ münaqişəsinin sülhlə nəticələnməsi fonunda Zəngəzur dəhlizinin Azərbaycan Respublikasının makroiqtisadi, dünya miqyaslı hətta hədəflərindən biri kimi reallaşmasında Amerika Birləşmiş Ştatlarının şəxsən Amerika Birləşmiş Ştatlarının prezidentinin Azərbaycana dəstək verən mövqeyinin çox əlamətdar olduğunu deməyə əsas verir. Zəngəzur dəhlizi Azərbaycan Respublikasının Avropa ilə Asiya arasındakı yaxınlaşmanın, materiklərin və qitələrin bir-biri ilə münasibətlərinin, iqtisadi istehsal münasibətlərinin, ticarət münasibətlərinin daha da inkişaf etməsinin əsas hərəkət verici qüvvəsi olacaq. Zəngəzur dəhlizi imkan verəcək ki, Azərbaycan Respublikası öz iqtisadi rayonlarına tam bərabər hüquqlu şəkildə nəzarət edə bilsin. Tənzimləyici mexanizmlərdən bu sahələrdə istifadə olunsun. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq və icra olundu və indi də davam etməkdədir. Bu sahədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı olan 2023-27-ci illəri əhatə edən dövlət proqramı da icra olunmaqdadır, uğurla icra olunmaqdadır. Və bütün bunlar təbii ki, Zəngəzur dəhlizinin istismara verilməsindən sonraki mərhələyə hesablanıbdır. Naxçıvan Muxtar Respublikasının təbii ki, bu proseslərdə Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinin də əhatə olunduğu bir makroiqtisadi potensialı gündəmə gətirən bir əsas hədəflərdən biri olacaq. Ki, bu da uzun müddətli hədəf və prioritetlərin daha da əlçatan olmasına istiqamətlənmişdir. Zəngəzur dəhlizi eyni zamanda Azərbaycan Respublikasının infrastruktur
təminatı, təsisatlarının daha mütəşəkkil, mütərəqqi şəkildə təmin olunması müstəvisində Azərbaycan Respublikasının bütün iqtisadi rayonlarının qarşılıqlı inkişafına yönəlib. Əslində bu sahədə çox mütərəqqi bir baza da var. Sənayələşmə siyasətinin özü bu sahədə çox vəhdət rolunu oynayır. Bütün iqtisadi rayonlarda demək olar ki, sənaye park və məhəllələri yaradılıb. Yəni inkişafın, məşğulluğun, əmək resurslarından səmərəli istifadənin regionlara doğru öz əhatəsini genişləndirməsi və oradan məşğulluq müstəvisində iqtisadi artım şəklində yenidən mərkəzə doğru qayıtması bu proseslərin hər birinin sistemli, dinamik, kompleks inkişafını şərtləndirir və təmin edir. Və təbii ki, bu proseslər yaxın gələcəkdə Azərbaycan Respublikasına nələri bəxş edəcək? Təbii ki, Naxçıvan Muxtar Respublikası da Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaq etibarilə bu proseslərdə fəal rol oynayacaq. Hər şeydən əvvəl bir infrastruktur təminatı müstəvisində həm də Naxçıvan Muxtar Respublikasının logistik mərkəz kimi rolunu artıracaq, tranzit bölgə kimi rolunu artıracaq. Tranzit bölgə nə deməkdir? Yəni A nöqtəsindən çıxan bir məhsul, daşınan məhsul C nöqtəsinə çatdırılacaqsa, B nöqtəsi orada bir tranzit bölgə rolunu oynayır və B nöqtəsi daşınan məhsulların başlanğıc və çatma nöqtələri arasındakı istehlak olunma mövqeyini əks etdirmir. Orada istehlak olunmur. Amma burada logistik təsisatlar formalaşır. Naxçıvan Muxtar Respublikasının Ordubaddan başlayıb Sədərəyə qədər bütöv bir ərazini əhatə edən logistik mərkəz formalaşacaq. Yəni burada dövlət başçımızın da qeyd etdiyi kimi 190 kilometrlik bir dəmir yolu xəttinin istismara verilməsi və bunun tikintisinin başladılması və təbii ki, Naxçıvan Muxtar Respublikasına çox böyük üstünlüklər gətirəcək. Hər şeydən əvvəl Ordubaddan Sədərəyə qədər olan ərazi həm də arazboyu düzənliyi əhatə edir. Arazboyu düzənlik Naxçıvan Muxtar Respublikasının əkinçilik məhsullarına olan tələbatının 90%-ni özündə əks etdirir. Bu o deməkdir ki, dəmir yolunun istismara verilməsindən sonra, Zəngəzur dəhlizinin istismara verilməsindən sonra Naxçıvan Muxtar Respublikasının nəinki mikro səviyyədə, hətta mezo səviyyədə, mezo iqtisadi potensialı da aktuallaşacaq, gündəmə gələcək və o daha da işlək və çevik olacaq. Və mezo iqtisadi potensial bir tərəfdə kənd təsərrüfatının vermiş olduğu xam mal, bir tərəfdə emal sənayesi, digər bir tərəfdə də son məhsul kimi sənaye məhsulu. Bunu makroiqtisadi inkişafa biz təmin edəndə, gətirəndə baxırıq ki, biz burada kifayət qədər yüksək potensiala malik olan bir makroiqtisadi potensial var. Təbii ki, bu da Azərbaycan Respublikasının milli iqtisadiyyatına inteqrasiya olunan bir Muxtar Respublika iqtisadiyyatını daha da güclü, daha da etibarlı, daha da güvənli eləyəcək. Və təbii ki, burada daşınma, ənənəvi bazarları mövcudluğu iqtisadiyyatı hərəkətə gətirəcək ikinci bir qüvvə rolunu oynayacaq. Orta dəhliz anlayışı Elman müəllim çox haqlı olaraq qeyd elədi. Çindən başlanan bütün marşrut, deyək ki, Mərkəzi Asiyadan, Xəzər dənizindən, Cənubi Qafqazdan keçməklə bütün Türkiyə və Avropa bazarlarına daşınacaq. Naxçıvan Muxtar Respublikası da ölkəmizin ayrılmaz tərkib hissəsi olmaqla o xəttin əlaqələndiricisi olacaq. Hissənin bir parçası olacaqdır. Elman müəllim, məhz bu məsələ ilə bağlı cənab prezidentə sual veriləndə dedi ki, tələsmirik, alternativimiz var. Bu nə deməkdir? Bax, bu hansı mesajı idi, hansı dairələrə? Mən xatırladım ki, Azərbaycan ümumiyyətlə iqtisadiyyatın diversifikasiya siyasətini yürüdür və hələ 1994-cü ildə əsri müqaviləsi ilə başlayan Azərbaycan müstəqil Azərbaycan neft strategiyası həyata keçirilərkən xatırladım ki, biz ilk olaraq Bakı-Novorossiysk neft kəmərindən istifadə etdik. Amma çox qısa müddət sonra aydın oldu ki, bu neft kəməri sözün həqiqi mənasında neft nəqlinin belə deyək, bir bölgədə hegemonluq iddiasında olan dövlətin, Rusiyanın əlində Azərbaycan qarşı təzyiq vasitəsinə çevrilə bilər. Ardınca biz Bakı-Supsa kəmərini, daha sonra Bakı-Tbilisi, Ərzurum kəmərini inşa etdik və beləliklə faktiki olaraq bu sahədə kifayət qədər şaxələndirilmiş neft kəmərləri şəbəkəsinə nail olduq. Ardınca Azərbaycan artıq beynəlxalq nəqliyyat dəhlizlərinin, beynəlxalq nəqliyyat infrastrukturunun yaradılması prosesinə fəal şəkildə qoşuldu. Mən xatırladıram 1998-ci ilin sentyabrında Ümummilli liderin təşəbbüsü ilə Bakıda Böyük İpək yolunun bərpası ilə bağlı böyük beynəlxalq konfrans keçirildi. Və Azərbaycan artıq həmin dövrdən beynəlxalq nəqliyyat, kommunikasiya xətlərinin üzərində yerləşən ölkə kimi bu prosesdə həm fəal iştirak etməyə, həm də özünün
töhfəsini verməyə çalışır. Bu baxımdan cənab prezidentin alternativlərimiz var fikri ilk növbədə bir neçə ay bundan qabaq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda sürətlə inşa edilməkdə olan və Araz üzərindən yeni körpü salınmaqla İran ərazisindən keçərək Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək nəqliyyat kommunikasiya xəttini, həm avtomobil, həm də dəmir yolu xəttini nəzərdə tutur. Yəni artıq Zəngəzur dəhlizi açılana qədər Azərbaycanın Naxçıvanla bağlı bir alternativi Bakı-Tbilisi-Qars dəmir yoludur. Bildiyiniz kimi artıq Qarsdan Naxçıvanda dəmir yolu çəkişi prosesinə bir neçə bundan qabaq start verilib. Artıq dairəvi bir nəqliyyat dəhlizi formalaşır burada. Bəli. Sadəcə əgər indiki halda Naxçıvana dəmir yolu ilə yüklərin daşınması, Naxçıvanın yalnız bir məntəqə kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində olan bir məntəqə kimi təsis edəcəksə, İran ərazisindən keçən, belə deyək, Araz dəmir yolunun Naxçıvana tikintisinin başa çatması, Naxçıvana qədər olan hissəsinin tikintisinin başa çatmasından sonra artıq Naxçıvan bilavasitə beynəlxalq nəqliyyat qovşağı üzərində yerləşən bir tranzit əraziyə çevriləcək. Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün sadəcə bir prinsip məsələsidir. Tarixi ədalətin bərpası, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan ərazisinin birləşdirilməsi kimi milli bir məqsədə xidmət edir. Amma bu demək deyil ki, Zəngəzur dəhlizinin açılması yalnız milli müstəvidə Azərbaycan üçün əhəmiyyətlidir. Heç şübhəsiz ki, Naxçıvan ilk növbədə Azərbaycanın əsas ərazisinə daha sürətlə bütün iqtisadi, sosial, siyasi və ən müxtəlif baxımdan inteqrasiyası daha sürətlə həyata keçəcək. Amma digər tərəfdən mən bir qədər əvvəl Mustafa Kemal Atatürkün Naxçıvan türk qapısıdır ifadəsini işlətdim. Naxçıvan eyni zamanda bu halda artıq həm də belə deyək, qərbdəki türk dövlətləri ilə şərqdəki, Mərkəzi Asiyadakı, Orta Asiyadakı türk dövlətlərini birləşdirən sözün həqiqi mənasında türk qapısı kimi bir strateji məkana çevriləcək. Bu baxımdan eyni zamanda cənab prezidentin biz fikirlərinə, müsahibədəki fikirlərinə nəzər salsaq, cənab prezident Azərbaycanın bütövlükdə, o cümlədən Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın nəqliyyat kommunikasiya qovşağında iştirakını coğrafiyasından danışarkən Rusiyadan İrana, hətta Fars körfəzinə qədər, hansı ki, ən müxtəlif qitələrdən Fars körfəzi ölkələrinə müxtəlif məhsullar daşınır dəniz yolu ilə, okeanlarla və həmin məhsullar da dəmir yol xətti ilə Azərbaycanın yerləşdiyi ərazi tranzit olmaqla müxtəlif ölkələrə, şərqə və qərbə daşına biləcək. Bu baxımdan həm də beynəlxalq müstəvidə Naxçıvanın rolu xeyli artacaq. Və buna görə də Naxçıvanın cənab prezidentin fikirlərində mesajın ünvanlanması əslində bir çox dairələrə belə deyək, yönəlmişdir. O cümlədən Ermənistanın özünə də yönəlmişdir. Ermənistan cənab prezident də bunu açıq mətnlə ifadə edir ki, Naxçıvan vasitəsilə İrana və İran vasitəsilə də digər ölkələrlə də ticarətini gücləndirə biləcək. Və beləliklə sözün həqiqi mənasında Naxçıvan bu nəqliyyat dəhlizi üzərində Zəngəzur dəhlizinin açılmasından sonra həm milli, həm regional, həm də beynəlxalq müstəvidə son dərəcə vacib bir tranzit məkana çevriləcək. Təbii ki, alternativ yollar, nəqliyyat dəhlizləri Naxçıvanın gələcək inkişafından xəbər verir və deyərdim ki, bir məsələ vardı, hansı ki, Naxçıvanın kənd təsərrüfatı məhsullarının bazarlarının açılması. Biz bilirik ki, ənənəvi bazarlar mövcuddur. Azərbaycan, xüsusilə Naxçıvan bu bazarlardan uzun müddət istifadə edib SSR dönəmində və uzun müddətdir ki, artıq bu yollar bağlıdır. Və cənab prezident də bildirdi ki, 2028-ci ilə qədər məhz bu dəhlizlər fəaliyyətə başlayacaq. Bunun üçün Naxçıvanın həmin kənd təsərrüfatı məhsullarını çıxara biləcək potensialı varmı? Bugün o hazırlıq hansı səviyyədədir Cavadxan müəllim? Naxçıvan Muxtar Respublikasının əhalisinin 70%-dən artığı kənd yerlərində yaşayır. Yəni, torpağa bağlı zəhmətkeşlərimiz, aqrar münasibətlərin daşıyıcısı olan istehsalçılarımız daha çoxdur. Yəni, burada məsələni belə qura bilərik ki, aqrar sahədə, aqrar sektorda, aqrar bölmədə məşğulluq probleminin həlli istiqamətində həyata keçiriləcək tədbirlər də çox şaxəlidir. Yəni, bu sahədə elmi araşdırmalar da mövcuddur, kifayət qədər var, təhlil materialları da var və bütün bunların hamısı onu göstərir ki, Naxçıvan Muxtar Respublikasının
regional iqtisadi siyasətində aqrar bölgə həmişə üst mövqedə dayanıb və aqrar bölgə həm də sənayenin bir hərəkət verici qüvvəsi kimi, lokomotivi kimi çıxış edir. Və aqrar bölgənin belə desək ki, əhatəliliyinə, perspektivliliyinə baxdıqda aydın olur ki, hələ xalqımızın ümumilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında siyasi fəaliyyətə başladığı 1991-93-cü illərdə 6 aprel 1992-ci il tarixdə 2 mühüm qərar qəbul olundu ki, biri bunlardan biri qərar idi, biri də təkliflər idi. Zərərlə işləyən savxoz kolxozların islahatının aparılması və onların ictimai malqarasının kəndlilərə paylanması ilə bağlı olan qərar və təkliflərdən ibarət idi. Bunlar təbii ki, Azərbaycanın müasir iqtisadi sistem şəraitində, müasir iqtisadi idarəetmə müstəvisində əsas xəttini, istiqamətini müəyyən edirdi və hazırda neft və qeyri-neft sektorlarının ölkə miqyasında perspektivliliyin təmin olunması da həmin baza üzərində mütərəqqi olmaqdadır, etibarlı və güvənilir olmaqdadır. Deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasının regional iqtisadi inkişafına baxdığımız zaman aydın olur ki, burada xam mal bazasının kifayət qədər olması, amma təəssüflər olsun ki, onun da kifayət qədər dəyərləndirilməməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialında bir boşluqlar göstərməkdədir. Və bunu xüsusilə sənaye sahəsinə də vurğulamaq olar ki, hansı ki, xammal materialının yerli xammala əsaslanması ilə sənayenin hərəkətə gətirilməsi mümkün ola bilər, bəli. 23-27-ci illəri əhatə edən dövlət proqramının da mövcud təhlillər bölməsində var ki, deməli, Naxçıvan Muxtar Respublikasında xammala əsaslanan sənaye müəssisələrinin yaradılması, mövcud olanların isə fəaliyyətinin təkmilləşdirilməsi deyilən bir burada müddəa keçir. Və təbii ki, həmin müddəanın da Naxçıvan Muxtar Respublikasının aqrar bölməyə aid olan potensial və resursları nəzərə alınmaqla təmin olunacaq və hətta Nazirlər Kabinetinin 15 sentyabr 2023-cü il tarixli təfsilati tədbirlər haqqında Nazirlər Kabinetinin müvafiq sərəncamında da göstərilir ki, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycan Respublikasının regionlarında yaradılan sənaye park və məhəllələrində satış və sərgisinin keçirilməsi üçün ambarların tikintisinin təmin olunması. Yəni, Naxçıvan Muxtar Respublikasında istehsal olunacaq məhsulların daxili bazara və eyni zamanda bütün daxili tələbat ödənildikdən sonra xarici bazarlara çıxarılmasının təmin olunması əsas aktual prioritet kimi qəbul olunur. Və xüsusən də işğaldan azad olunan ərazilərdə yaradılan sənaye parklarının, xüsusən Ağdam Sənaye Parkında, Araz Vadisi İqtisadi Zonası üzrə Sənaye Parkında da bu tipli ambarların tikilməsi xüsusilə aktuallığına görə seçilir. Həm də ölkəmizdə bu bir Naxçıvan Muxtar Respublikası ilə qrup bağlantının təmin olunması sahəsində həyata keçirilən tədbirlərin də mühüm tərkib hissəsidir. Və təsadüfi deyildir ki, 4 oktyabr 2021-ci il tarixdə Araz Vadisi İqtisadi rayonunda yaradılan Araz Vadisi İqtisadi rayonu üzrə Sənaye Parkının yaradılması haqqında dövlət başçımızın da müvafiq fərmanının birinci cümləsində Naxçıvan Muxtar Respublikası ilə yaradılan kommunikasiya, nəqliyyat əlaqələrinin imkan verməsi nəticəsində Naxçıvan Muxtar Respublikası ilə ölkənin ərazisinin əsas hissəsi arasında quru sərhəddin birləşdirilməsi, bağlantıların təmin olunması deyə bir cümlə keçir. Və təbii ki, buradan da çıxış edərək deyə bilərik ki, bütün bu proseslərin hər birində əsas aktual məsələ Naxçıvan Muxtar Respublikasıdır. Onun blokadasının təhdidlərinin minimuma endirilməsidir. Azərbaycan Respublikasının ərazisinin əsas hissəsinə, Muxtar Respublika iqtisadiyyatının ölkənin milli iqtisadiyyatına tam əsaslarla inteqrasiya olunması məsələləri burada öz əksini tapır. Və dolayısıyla deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasının üstlənəcəyi mövqe Zəngəzur dəhlizinin yaradılması ilə həm də imkan verəcək ki, Zəngəzur dəhlizinin yaranması ilə dövlət başçımızın da buyurduğu kimi həm şimal-cənub nəqliyyat dəhlizinin bir qolu olaraq, həm şərq-qərb nəqliyyat dəhlizinin də bir qolu olaraq Naxçıvan Muxtar Respublikası Zəngəzur dəhlizinin istismara verilməsində olduqca mühüm bir deməli potensialı üstlənəcək. Eyni zamanda bu imkan verəcək ki, hətta keçmiş ittifaq dövründə də mövcud olan deməli Sovet İran dəmir yolu xəttinin də istismara verilməsi yenidən təmin olunsun. Bu böyük bir coğrafiyanı əhatə edir. Yəni ki, o Mərkəzi Asiyadan başlamış nəqliyyat kəmərlərinin Azərbaycandan, Naxçıvandan keçməklə Avropaya nəql olunması
Azərbaycanın təşəbbüslərinin bütün dünyaya sülh, inkişaf və humanizm dəyərlərini gətirməsini bir daha göstərir. Və təbii ki, Naxçıvan Muxtar Respublikasının özü də regional iqtisadi inkişafa, siyasətə malik olduğundan Muxtar Respublikanın bütün kənd və rayonları, qəsəbə və şəhərləri bu proseslərdə daha sürətlə, daha çevik şəkildə iştirak edəcək. Kəndlilər burada iştirak edəcək, fermer təsərrüfatları iştirak edəcək, yeni strukturlaşmalar yaranacaq. Məsələn, deyək ki, kənd təsərrüfatında qəbul məntəqələrinin yaradılması aktuallaşacaq. Çünki kəndlilər, fermer təsərrüfatları canlandıqca onların istehsal sahəsindəki infrastrukturları, sosial infrastrukturları, bazar infrastrukturları daha da təkmil olduqdan sonra qəbul məntəqələri də öz-özlüyündə yaranacaq. Yəni, kəndlinin istehsal etmiş olduğu məhsul təbii ki, bazara çıxarılması üçün qəbul məntəqələri tərəfindən istehlak olunacaq. Onlar öz alıcısı ilə əlaqələr yaratmaqla daxili bazar təmin olunacaq. Bu da regional xammala, yerli bazara, yerli məhsullara olan tələbatın qarşılanması nəticəsində makroiqtisadi inkişafa daha da dayanıqlılıq gətirmiş olacaq. Və Cavad xanım, cənab prezident yerli telekanallara müsahibəsi zamanı önəmli bir məsələni də qeyd elədi. Əslində, Naxçıvanla bağlı bir çox istiqamətləri qeyd etmişdi Elman müəllim, hansı ki, Naxçıvan şəhərinin və digər şəhərlərin baş planının hazırlanması, eyni zamanda Naxçıvanla bağlı su layihələrinin icra olunması və birbaşa bunlar nə ilə bağlıdır? Ümumiyyətlə, bu faktdır ki, Naxçıvan Muxtar Respublikası müstəqillik, Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra sözün həqiqi mənasında ciddi blokadiya alınmışdı. Doğrudur, ötən illərdə son 30 ildən artıq bir dövrdə Azərbaycan dövləti mümkün olduğu qədər bütün, belə deyək, obyektiv və subyektiv amillərin imkan verdiyi qədər Naxçıvana diqqət göstərib, sərmayə yatırdıb və Naxçıvan sözünün həqiqi mənasında bugünkü siması ilə Azərbaycan dövlətinin inkişaf istiqamətlərini özündə əks etdirir. Lakin təbii ki, Naxçıvan Azərbaycanla coğrafi cəhətdən bilavasitə bağlantılı olsaydı, ötən dövrdə qoyulan sərmayə daha effektiv şəkildə istifadə olunur və Naxçıvan indikindən də qat-qat artıq bir inkişaf simasına malik ola bilərdi. Amma sizin qeyd etdiyiniz suvarma şəbəkələrinin yaxşılaşdırılması, bütövlükdə Naxçıvan Muxtar Respublikasının mərkəzi olan Naxçıvan şəhərinin və digər şəhərlərin baş planlarının hazırlanması ilə yanaşı, eyni zamanda mən burada xüsusən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına, bütövlükdə Azərbaycan iqtisadiyyatına töhfə verəcək başqa bir sahəni də qeyd etmək istəyirəm. Bu da heç şübhəsiz yaşıl enerji sahəsidir. Bildiyiniz kimi Azərbaycan dövləti hələ 2019-cu ildən cənab prezident yaşıl enerji sahəsini Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən biri elan edib və elə həmin ildə 2019-2021-ci illərdə bu sahənin qanunverici bazası da yaradılıb və buna görə də işğaldan azad olunan torpaqlar, Şərqi Zəngəzur və Qarabağ, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisi də cənab prezident tərəfindən yaşıl enerji zonası elan olunub və bu baxımdan Naxçıvanda artıq xatırladım ki, 2023-cü ilin 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Britaniyanın və Fransanın iki şirkəti arasında yaşıl enerjiyə dair iki mühüm müqavilə imzalandı. Həmin müqavilələrə əsasən artıq Naxçıvanda 650 meqavatlıq külək və günəş enerji stansiyalarının tikintisi nəzərdə tutulur ki, bu da öz növbəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycanın prioritet elan etdiyi yaşıl enerji ölkəsinə çevrilməsində öz töhfəsini verməyə şərait yaranacaq. Bu baxımdan sizin qeyd etdiyiniz baş planın hazırlanması, Naxçıvanda kənd təsərrüfatı ilə bağlı Azərbaycan dövlətinin nəzərdə tutduğu layihələrin icrası, eyni zamanda Naxçıvanın yaşıl enerji ərazisinə çevrilməsi yolunda atılan real addımlar Naxçıvanın gələcəkdə sözün həqiqi mənasında yalnız tranzit ərazi kimi yox, bütövlükdə Azərbaycanın həm inkişaf etmiş sosial-iqtisadi regionlarından birinə, həm də bütövlükdə Azərbaycanın yaxın gələcəkdə biz daha sürətlə belə deyək, iqtisadi inkişaf istiqamətində uğurlar əldə edəcəyini görəcəyimiz doğma vətənin bütövlükdə milli inkişaf prosesinə tam inteqrasiyasını nəzərdə tutur. Təbii ki, bu qeyd olunan layihələr icra olunduqdan sonra hansı
iqtisadi göstəriciləri biz əldə edə biləcəyik Cavad xanım? Hər şeydən Söhbət əvvəl təbii ki, alt bazanın hazırlanmasından gedir hal-hazırda. Cənab Prezidentin qeyd elədikləri bunlardır ki, hansı ki, suvarma sistemlərinin icrası, baş planın hazırlanarkən təbii ki, burada iqtisadi qiymətləndirmələr aparılır, müəssisələrin yerləşdirilməsi və digər məsələlər hamısı burada öz əksini tapır. Məsələ orasındadır ki, bu alt baza həyata keçirildikdən sonra hansı biz real iqtisadi göstəricilərin şahidi olacağıq? Hər şeydən əvvəl Naxçıvan Muxtar Respublikasına bir alternativlik gətirəcək. Yəni ki, bütün bunların hər biri istər nəqliyyat sahəsində, istər sosial və istehsal infrastrukturlar sahəsində bir alternativlik gətirəcək. Yəni imkanları əhatəsini genişləndirəcək. Yəni resurslardan istifadənin istiqamətlərini daha da belə desək ki, şaxələndirəcək, müqavimətliliyi artıracaq. Və təbii ki, bütün bunlar Naxçıvan Muxtar Respublikasının mövcud potensialının daha da artmasına xidmət edir. Və dövlət başçımızın əvvəlki müsahibələrində də qeyd etdiyi kimi, Naxçıvan Muxtar Respublikası ilə yanaşı Şərqi Zəngəzurun və Qarabağ iqtisadi rayonlarının vahid baş plan əsasında inkişaf etdirilməsi də əsas hədəflərdən biridir. Yəni, burada nə nəzərdə tutulur? Təbii ki, Naxçıvan Muxtar Respublikasının da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları kimi yaşıl enerji zonası kimi elan olunması və hər üç iqtisadi rayonunun bu sahədəki potensialının dəyərləndirilməsi, qiymətləndirilməsi, resurslardan daha məqsədyönlü şəkildə istifadə olunmasını şərtləndirir. Naxçıvan Muxtar Respublikası qeyd etdiyimiz kimi artıq çox mütərəqqi bir kənd təsərrüfatı bölgəsidir. Yəni, istənilən sahədə inkişafı əldə etmək üçün burada təbiətlə cəmiyyət arasında səmərəli bir münasibətlərin, iqtisadi istehsal münasibətlərinin tənzimlənməsinə ehtiyac var. Təbii ki, Naxçıvan Muxtar Respublikası da bu sahədə çox böyük imkanlar tanıyır. Naxçıvan Muxtar Respublikasının aqrar bölgə olması burada yaşıl enerjiyə keçidi daha da asanlaşdırır və səmərəliləşdirir. Və deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasında yaşıl enerjiyə keçid, ümumiyyətlə yaşıl enerji anlayışına baxdığımız zaman aydın olur ki, biz zaman-zaman iqtisadi inkişafı təmin etdiyimiz zaman baxırıq ki, təbiət resurslarından istifadə edirik. Təbiət resurslarından istifadə etdiyimiz zaman isə təbiətin rənginə boyanırıq. Sanki təbiətin rənginə boyanırıq. Yaşıllaşırıq. İqtisadiyyatımız yaşıllaşır. Sığortamız yaşıllaşır. Maliyyəmiz yaşıllaşır. Bazarımız yaşıllaşır. Kənd təsərrüfatı ilə bağlı olan bütün fəaliyyət istiqamətlərində təbiətlə cəmiyyətin rəngi, ortaq bir rəng olaraq yaşıl iqtisadiyyat, yaşıl sosiallaşma anlayışları bizim gündəlik istifadə etdiyimiz əsas terminlər kimi, terminologiya kimi qarşımızda olur. Və burada bir məsələni qeyd etmək lazımdır. Burada bir tarazlı iqtisadiyyat anlayışı da var. Yəni ki, hazırki şəraitdə cəmiyyət üzvlərinin artmaqda olan tələbatlarını elə ödəmək nəzərdə tutulur ki, onlar gələcək dövrləri, gələcək nəsillərin artmaqda olan tələbatları üçün də təhdid olmasın. Onların qarşılanması üçün, təmin olunması üçün təhdid yaratmasın. Bu bir tarazlı iqtisadiyyat anlayışını gündəmə gətirir. Yəni, dövlət özünün bütün prioritetlərində həm makroiqtisadi siyasəti nəzərə alır, həm onun regional xüsusiyyətlərini nəzərə alır, həm də regional və milli iqtisadi inkişaf parametrlərinin vəhdətini nəzərə alır. Və burada da bütün bölgələrə, bütün regional iqtisadi rayonlara bərabər bir diqqət, nəzarət və tənzimləmə prosesləri həyata keçirilir. Deyə bilərik ki, bu həm də biraz əvvəl dediyim kimi alternativlik gətirir. Naxçıvan Muxtar Respublikasının özünün, belə desək ki, hava nəqliyyatı ilə bağlı potensialı var. Amma burada bir məsələni qeyd edə bilərik ki, yeni bir alternativlər, Zəngəzur dəhlizini biz nəzərə aldıqdan sonra artıq avtomobil nəqliyyatında alternativlərimiz olacaq. Bizim bundan sonraki dəmir yolu nəqliyyatında alternativlərimiz olacaq. Bu bizə nə qazandıracaq? Hər şeydən əvvəl logistik xərclərin azaldılması proseslərində bu sahədəki gözləntiləri və göstəriciləri bizə gətirəcək. İkinci, təbii ki, məhsul itkilərinin minimallaşdırılmasını, ən böyük iqtisadiyyatda ən böyük hədəflərdən biri zaman itkisinin qarşısını almaq, ikinci məhsul itkisinin qarşısını almaq. Bunlar bir-biri ilə birləşəndə əmək məhsuldarlığını verir. Yəni, biz əmək məhsuldarlığını artırdığımız zaman makroiqtisadi potensialı da təmin etmiş olacağıq. Üçüncü bir sahədə rəqabət qabiliyyətliyinin artırılması. Bizim kəndlərimizdə kifayət qədər potensial var. Aqrar potensial var, mezoiqtisadi potensial var. Biz həmin kəndlərin potensialından istifadə etməklə elə biz daxili və xarici bazarlara çıxış imkanlarımızı artıracağıq, rəqabət qabiliyyətli məhsulların istehsalı və satışını təmin edəcəyik ki,
Bu da təbii ki, ixrac yönümlü iqtisadiyyatın formalaşmasına gətirib çıxaracaq ki, bu da ixrac potensialının genişlənməsinə və şaxələnməsinə gətirib çıxaracaq. Yəni, Naxçıvan Muxtar Respublikasının təbii ki, Azərbaycan Respublikası milli iqtisadiyyatı qarşısındakı hədəfləri də böyükdür. Hər şeydən əvvəl, təbii ki, vahid biraz əvvəl qeyd etdiyimiz kimi, baş plan əsasında Muxtar Respublikanın təhdidlərinin minimuma endirilməsi, yəni blokada təhdidləri nəzərə alınır. Minimuma endirilməsi müstəvisində Azərbaycan Respublikası milli iqtisadiyyatına inteqrasiya prosesləri. Biz burada dövlət başçımızın da qeyd etdiyi kimi iki istiqaməti görürük. Birinci, təbii ki, 42 kilometrlik Ermənistan ərazisində olan həmin quru xəttinin bizim birləşməyimizə, yəni Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin ərazisinin əsas hissəsinin birləşməsinə xidmət edəcək belə desək, vəziyyətin yetişməsindən sonra Naxçıvan Muxtar Respublikası bu proseslərdən səmrəli şəkildə yararlanacaq və təbii ki, həm Culfa, deməli, Ordubad, Zəngilan bölgəsində olan potensialın nəzərə alınması ilə Naxçıvan Muxtar Respublikası öz resurslarını ölkənin regional bazarlarına və biraz da daha geniş mənada desək, milli bazarlarına aparılmasını, çatdırılmasını, nəql olunmasını təmin edəcək ki, bu da bizim hədəflərimizin daha da əlçatan olmasına gətirib çıxaracaq. Təbii ki, reallıqlar budur ki, bugün Naxçıvan üçün əməli addımlar atılır, gələcək üçün önəmli planlaşmalar aparılır. Çox sağ olun, mən minnətdarlığımı bildirirəm ki, bu müddətdə bizlə olduğu suallarımızı cavablandırdınız, müzakirəmizdə iştirak etdiniz. Sağ olun. Sonda, hörmətli tamaşaçılar, qeyd etmək lazımdır ki, bugün Azərbaycan sosial-iqtisadi inkişafını bir şaxəli deyil, çox şaxəli aparır və xüsusilə regionların sosial-iqtisadi inkişafını gücləndirmək üçün real addımlar atır və deyə bilərik ki, bu mənada Naxçıvandan istehsal olunan məhsullar məhz qeyri-neft sektorundan istehsal olunmuş məhsulların çəkisini və payını artıra bilər. Sağ olun, növbəti efir vaxtında görüşənədək.